Hər vaxtınız xeyir olsun. Mən Rəvanə Asiman, Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Azərbaycan dilini daha yaxşı öyrənmək istəyən şəxslər üçün video dərslər hazırlayıram. Yəni YouTube sinifimə xoş gəlmisiniz. Biz əvvəlki dərslərimizdə sözün kökünü, leksik və qrammatik şəkilçiləri öyrəndik. İndi isə söz yaradıcılığında çox vacib olan bir anlayışı, sözün başlanğıc formasını öyrənməyin vaxtıdır. Deməli, biz sözləri gündəlik istifadə edərkən müxtəlif formalarda istifadə edirik. Lakin biz dili öyrənərkən və sözləri təhlil edərkən sözü həmin formalarda yox, əsas halında tanımalıyıq. Sözün başlanğıc forması məhz bu məqamda bizə yol göstərir. Bu dərsdə sözün başlanğıc formasının nə olduğunu, onu necə tapacağımızı, niyə bu mövzunun söz yaradıcılığında xüsusi yer olduğunu addım-addım öyrənəcəksiniz. Qeyd dəftərinizi və qələminizi götürün, başlayaq. Əvvəlki dərslərimizdə olduğu kimi birinci sualımızı qeyd edirəm. Sözün başlanğıc forması nədir? Deməli, bayaq dediyim kimi danışıq zamanı biz sözləri müxtəlif formalarda istifadə edirik. Lakin sözləri təhlil edəndə həmin formalarda baxsaq, biz yolumuzu itirərik. Necə təhlil edəcəyimizi bilmərik. Ona görə dilcilikdə sözə həmişə ən əvvəlki əsas halında baxılır. Yəni, əsas halı, ən əvvəlki halı başlanğıc forması. Və başlanğıc formanı necə yadda saxlaya bilərsiniz? Başlanğıc formanı sözlərin lüğətdə verildiyi şəkildə yadda saxlaya bilərsiniz. Lüğətdə verildiyi halı kimi yadda saxlaya bilərsiniz. Verildiyi şəkli. Bilirsiniz ki, lüğətdə sözlər kök və leksik şəkilçili formada verilir. Biz lüğətlərdə qrammatik şəkilçili sözlərə rast gəlmirik. Deməli, lüğətlərdə necə verilir? Kök yaxud leksik şəkilçili formalarda verilir. Qrammatik şəkilçili sözlər lüğətdə yer tutmur, yer tapmır. Belə. Birinci məsələ yadda saxlaya bilərsiniz bu şəkildə. İkinci məsələdə dedim axı qrammatik şəkilçili sözlərə lüğətdə rast gəlmirik. Deməli, buradan belə bir nəticəyə gələ bilərik ki, sözün başlanğıc forması hara qədər olan hissədir? Qrammatik şəkilçiyə qədər olan hissədir. Qədərki hissə. Bu qədər sadə. Sözün başlanğıc forması nədir? Sözün başlanğıc forması qrammatik şəkilçiyə qədər olan hissə sözün başlanğıc forması sayılır. Sualımızı tam cavablandırdım. Deməli, sözün başlanğıc forması nədir? Sözün başlanğıc forması sözün qrammatik şəkilçiyə qədər olan hissəsidir. Birinci sualımızı tam anladıq. Keçək ikinci sualımıza. İkinci sualımız nədir? İkinci sualımız belədir. Sözün başlanğıc formasını nə üçün öyrənmək lazımdır? Nə üçün sualı? Burada çoxlu səbəblər tapacağıq. Təsəvvür edin ki, siz bir oyun oynayırsınız, oyun oynamaq istəyirsiniz, lakin oyunun qaydalarını əvvəldən yox, ortasından oxumağa başlayırsınız. Görün, nə qədər qarışıqlıq yaranır. Sözün tərkibinə görə təhlilində də eyni cür olur. Əgər sözə bütün forma şəklində, yəni qrammatik şəkilçili hissə ilə belə tam şəkildə baxsaq, biz necə təhlil edəcəyimizi bilmərik. Lakin sözə başlanğıc forma, kök bu şəkildə baxsaq, sözün təhlili bizim üçün çox rahat olar. Biz sözü tanıyarıq ki, söz əsas başlanğıc forması budur və burada qrammatik şəkilçi əlavə olunub. Bəs kökü nədir? Bəs burada hansı leksik şəkilçilər var və s. Yəni, bir növ başlanğıc formanı tanımaq oyunun qaydalarını bilməyə bənzəyir. Yəni, sözün başlanğıc formasını öyrənmək bizə sözə düzgün yerdən baxmağı öyrədir. Biz əvvəl sözü lüğətdəki halında tanıyırıq, sonra onu müxtəlif formalarda istifadə edirik. Belə, birinci
birinci səbəbimizi izah elədim. Yəni, oyunun qaydalarını daha yaxşı bilirik. Söz tərkibinə görə təhlil eləməkdə başlanğıc formanın rolu mühümdür. Eyni zamanda hardan başlayacağınızı bilirsiniz və söz yaradıcılığının addımlarını daha aydın görə bilirsiniz. Yəni, 3-dən çox səbəb saydım. Həm izahını verdim, həm də nə üçünə müxtəlif cavablar verdim. Sözün ilkin versiyasını tanıyırıq, lüğətdəki versiyasını tanıyırıq. Sözün tərkibinə görə təhlili artıq bizim üçün qorxulu görünmür. Hardan başlayacağımızı bilirik və söz yaradıcılığının addımları bizim üçün daha aydın görünür. Bu da belə. İkinci sualımızı cavablandırdıq. Keçək növbəti sualımıza. Üçüncü sualımızda artıq bu mövzuyla bağlı nələri öyrənmək lazımdır? Həmin məqamları qeyd edəcəm. Baxaq görək, sözün başlanğıc forması haqqında nələri bilmək lazımdır. Biz bildik ki, başlanğıc forma nədir? Qrammatik şəkilçiyə qədər olan hissədir. Qrammatik şəkilçinin özü daxil deyil. Qrammatik şəkilçiyə qədər olan hissə. Qrammatik şəkilçiyə qədər ki hissə. Aha. Nə olduğunu bildiniz. İzahını da verdim, nə üçünləri də izah elədim. Belə, bu hissə hər birimiz üçün aydındır. Yaxşı. Bəs başlanğıc formanın işarəsi necədir? Demişdik ki, kökün işarəsi yuxarıdan yarım kvadratdır. Leksik şəkilçi dağ işarəsinə bənzətmişdik. Qrammatik şəkilçi isə yarım dairə formasındadır. İndi başlanğıc formanın işarəsini buradan çəkdim. Deməli, bu başlanğıc formadır. Sözün aşağısında göstərilir. Bunun başlanğıc formanın işarəsidir. Başlanğıc forma. Bu kökün işarəsidir. Bu, baxın, leksik şəkilçi. Bu isə qrammatik şəkilçi. Bunların hər birini qeyd elədim. Əsas məsələ başlanğıc formanın işarəsi necə oldu? Baxın, aşağıdan yarım kvadrat. Bu da belə. İşarəsini qeyd elədim. Nə olduğunu bildiniz. Daha sonra köklə başlanğıc formanı fərqləndirməyi bacarmaq lazımdır. Kökün tərifi necə idi? Kök sözün ayrılıqda işlənə bilən, əsas mənanı daşıyan hissəsidir. Bax, belə yadda saxlayın. Bir ağacı düşünün. Kök torpağın altındadır. Əsas kök köklə yaranır. Əsas köklə ayaq üstə dayanır. Başlanğıc forma isə bizim gördüyümüz ağacdır. Məsələn, burada yazıram. Hansı sözü yazaq? Məsələn, yazıçılıqdan sözünü yazaq. Yazıçılıqdan. Bax, bu sözü ayaqda tutan hissə, əsas məna olan hissə hansıdır? Yaz. Qoy buranı silim ki, daha aydın görünsün. Aha. Yaz sözün köküdür. Bu söz yaz feilindən yaranıb. Yazmaqdan yazı yaranıb. Leksik şəkilçidir. Yazıdan yazıçı yaranıb. Yazıcıdan yazıçılıq. Dan isə çıxışlıq alın şəkilçisidir. Dedik ki, başlanğıc forma hara qədər olan hissədir? Qrammatikə qədər olan hissədir. Deməli, sözün başlanğıc forması bura qədər ki, hissədir. Bu da aydındır. Yəni, söz yazmaq feilindən yaranıb, yaz feilindən yaranıb, lakin ümumi sözün özü yazıçılıq sözüdür. Başlanğıc forması yazıçılıqdır. Burada qrammatik şəkilçidə dan şəkilçisidir. Belə, sözə bu şəkildə baxacaqsınız. Deməli, kök sözün ayrılıqda işlənə bilən, xüsusi mənası olan hissəsidir. Başlanğıc forma isə qrammatik şəkilçiyə qədər olan hissədir. Biz artıq köklə başlanğıc formanı fərqləndirə bildik. Bəzən də elə ola bilər ki, köklə başlanğıc forma eyni olsun, üst-üstə düşsün. Baxın, əgər sözdə leksik şəkilçi yoxdursa, deməli, köklə başlanğıc forma üst-üstə düşür. Məsələn, yazıram kitablardan. Sözün kökü kitabdır, lar cəm şəkilçisidir, dan hal şəkilçisidir, yəni qrammatikdir.
Demişdik, başlanğıc forma hara qədər olan hissədir? Qrammatik şəkilçiyə qədər olan hissədir. Deməli, başlanğıc forma bura qədərdir. Kök və başlanğıc forma üst-üstə düşdü. Bunu da yadda saxlayın. Nə zaman kök və başlanğıc forma üst-üstə düşür? O zaman ki, sözdə leksik şəkilçi olmur. Belə, bunu da öyrəndik. Keçək növbəti hissəmizə. Görək başqa başlanğıc forma ilə bağlı başqa nələri bilmək lazımdır. Deməli, başlanğıc formada olan sözlər qrammatik şəkilçi ilə bitməyən sözlərdir. Məsələn, yazıram quruculuq, yaxud evdəki, naxoşluq. Baxın, bu sözlər başlanğıc formada olan sözlər sayılır. Niyə? Çünki bu sözlərdə ancaq leksik şəkilçilər var. Qrammatik şəkilçi yoxdur. Baxaq, quruculuq sözündə kök qurmaq feilidir. Qurmaqdan qurucu yaranıb, qurucudan isə quruculuq. Deməli, söz başlanğıc formadadır, çünki qrammatik şəkilçi yoxdur. Evdəki ev sözün köküdür, dakidəki leksik şəkilçidir, qrammatik şəkilçi olmadığı üçün söz başlanğıc formada sayılır. Naxoşluq sözün kökü xoş sözüdür, na ün şəkilçidir, luq isə leksik şəkilçidir. Yenə də burada qrammatik şəkilçi yoxdur, sözün başlanğıc forması bütövlükdə sayılacaq. Deməli, hansı sözlər başlanğıc formada sayılır? Qrammatik şəkilçi ilə bitməyən sözlər. Əgər biz bu sözlərə qrammatik şəkilçi əlavə eləsək, bu sözlər başlanğıc formada sayılmaz. Məsələn, quruculuq yox, quruculuqdan desək, söz artıq başlanğıc formada sayılmayacaq. Evdəkilər desək, söz artıq başlanğıc formada sayılmayacaq. Naxoşluğum desək, yenə də söz artıq başlanğıc formada sayılmayacaq. Bu hissəni də öyrəndik. Deməli, başlanğıc formada olan sözlər qrammatik şəkilçi ilə bitməyən sözlərdir. Belə. Daha sonra demişdik ki, adətən leksik şəkilçilər qrammatik şəkilçilərdən əvvəl gəlir. Lakin bəzi şəkilçilərimiz var ki, bu şəkilçilər qrammatik şəkilçidən sonra da işlənə bilir. Deməli, bu şəkilçiləri yadda saxlayın. Ç şəkilçisi, daçı, siz və cil. Deməli, ç, daçı, cil, siz və yaxud da siz, cil belə də yadda saxlaya bilərsiniz. Bu şəkilçiləri gördünüzsə, bilin ki, bu şəkilçilər qrammatik şəkilçidən sonra işlənə bilən leksik şəkilçilərdir. Məsələn, ç-yə nümunə sizinki, sizinki, daçıya nümunə qapımızdakı, nənəmgil, yaxud anamsız. Sözün kökü siz. İn, baxın, qrammatikdir. Sadəcə mən leksik işarəsi çəkdim. Baxın, qrammatik. Ki, leksik. Qapı, sözün kökü. Mız, qrammatik şəkilçi. Daçı, leksik. Nənə, sözün kökü. M, qrammatik. Cil, leksik. Ana, sözün kökü. M, qrammatik. Siz, leksik. Deməli, bu şəkilçilər ç, daçı, siz, cil. Bu şəkilçilər qrammatikdən sonra işlənə bilən leksik şəkilçilərdir. Bunları da yadınızda saxlayın. Belə hallarda sözün başlanğıc forması qrammatiki də özünə daxil eləyir. Baxın, qrammatik şəkilçi belə götürüləcək. Belə hallarda deməli, qrammatik şəkilçilər də başlanğıc formaya daxil olur. Deməli, sual versək ki, nə zaman qrammatik şəkilçilər başlanğıc formaya daxil olur? Siz də cavab verəcəksiniz ki,
Əgər leksik şəkilçi qrammatik şəkilçidən sonra işlənibsə, o zaman qrammatik şəkilçi də başlanğıc formaya daxil olur. Başlanğıc formada sayılır. Belə, bu hissəni də öyrəndik. Daha bir məqama baxaq. Bu məqam şagirdlərin ən çox qarşılaşdırdığı məqamlardan biridir. Sözün kökünün hansı nitq hissəsinə aid olması ilə sözün hansı nitq hissəsindən yaranması fərqli-fərqli anlayışlardır. Bunu necə tapacaqsınız? Baxın, yazıçılıq sözünə baxaq. Sözü təhlil edirik. Yazmaq feilin köküdür. Yazdan yazı yaranıb, yazıdan yazıçı yaranıb, yazıçıdan yazıçılıq yaranıb. Sözün kökü nədir? Yaz feilidir. Bax, iki cür yaz var. Amonim sözdür. Bahar mənasında və qələmlə yazmaq. Burada hansı ilə əlaqəlidir? Təbii ki, yazmaq feili ilə əlaqəlidir. Deməli, sözün kökü yaz feilidir. Bəs söz nədən yaranıb? Bax, söz başlanğıc formada baxaq. Sözün başlanğıc forması bütöv olaraq yazıçılıq sözüdür. Söhbət yazıçılıq sözündən gedir. Yazıçılıq sözü nədən yaranıb? Baxın, nədən yaranıb? Yazıcı sözündən yaranıb. Kökü yaz feilidir. Lakin nədən yarandığı deyəndə sonuncu leksiki silirsiniz və sözə baxırsınız. Sonuncu leksik hansıdır? Lıq şəkilçisidir. Lığı silsək nə qalır? Yazıcı. Deməli, yazıçılıq sözü nədən yaranıb? Yazıçılıq sözü yazıcı ismindən yaranıb. Deməli, sözün kökü feildir, lakin yarandığı söz isimdir. Yaxşı, bəs yazıcı sözü necə? Yazıcı sözündə necədir? Yenə də kökü feildir. Yazıcı söz nədən yaranıb? Sonuncu leksik şəkilçisini sildik. Yazı ismindən. Yazı isim, yaz, feil. Belə. Deməli, sözün kökünü tapmaq üçün sözdə nə qədər leksik şəkilçi varsa, hər birini silməlisiniz. Sözün nədən yarandığını tapmaq üçün axırıncı leksik şəkilçisini silməlisiniz. Yadınızda saxlayın. Kök bütün leksik şəkilçilərdən əvvəlki hissədir. Sözün nədən yarandığı isə ancaq və ancaq sonuncu leksik şəkilçidən əvvəlki hissə sayılır. Bu hissəni də izah elədim. Deməli, biz bugün dərsimizdə başlanğıc forma haqqında ümumi danışdıq, nə olduğunu bildik, başlanğıc formanı nə üçün öyrənməli olduğumuzu bildik və sözün başlanğıc forması ilə bağlı önəmli məqamları öyrəndik. Belə, növbəti dərsimizdə artıq sözlərin quruluş növlərini öyrənəcəyik. Növbəti dərsimizi mütləq gözləyin, mütləq öyrənin, addım-addım irəliləyirik. Artıq bir neçə dərsdən sonra söz yaradıcılığı bölməsində yekunlaşdırırıq. Belə, sözün başlanğıc forması haqqında bu qədər. Əgər hər hansı sualınız varsa, şərhiniz varsa, rəyiniz varsa, mütləq rəylər hissəsində qeyd edin. Xudahafiz.